Tanınmış klarnet ifaçısı Hüseyn Məmmədoğlu ailə münasibətləri və boşanmalarla bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Publikaz Millaz istinadla xəbər verir ki, sənətçi bildirib ki, insanlar ayrılan ailələri səbəblərini bilmədən qınamamalıdırlar. Onun sözlərinə görə hər bir ailənin yaşadığı problemlər fərqlidir və kənardan hökm vermək düzgün deyil. Hüseyn vurğulayıb ki, ailələrin dağılmasının tərəfdarı deyil və hər zaman cütlüklərin münasibətlərini qorumağa çalışmasının vacibliyini düşünür. Sənətçi qeyd edib ki, insanlar ilk növbədə ortaq məxrəcə gəlməyə və yola getməyə səy göstərməlidirlər. O həmçinin əlavə edib ki, kişinin boşanması üçün yalnız bir səbəb ola bilər və bunu öz namusu ilə əlaqələndirib. Klarnet ifaçısı çıxışının sonunda hər kəsə xoşbəxtlik arzulayıb. Stat: Bəzən insanlara ayrıldıqda bilmədən, səbəbini öyrənmədən onları qınayırsınız. Heç vaxt belə etməyin. Mən ümumiyyətlə ayrılığın, ailənin dağılmasının qəti tərəfdarı deyiləm. Çalışın, yola gedəsiniz. Kişi bir halda boşanar, o da öz namusuna görə, başqa heç nəyə görə yox. Xoşbəxt olun. Statın sonu. Onun bu açıqlaması sosial şəbəkələrdə müxtəlif fikirlərə və geniş müzakirələrə səbəb olub.